Salyanda şəhid leytenant Ülvi Bağırovun doğum günü qeyd edilib. Mərasimdə şəhidin doğmaları, şəhid ailələri, qazilər, döyüşçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, 2001-ci ilin 22 martında Salyan şəhərində anadan olan Ülvi Bağırov orta təhsilini Əliağa Kürçaylı adına 7 saylı məktəb liseydə aldıqdan sonra öz istəyi ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. Leytenant rütbəsi alan Ülvi Bağırov hərbi təhsilini başa vurduqdan sonra isə Qubadlıdakı hərbi hissələrin birinə təyinat alıb. Zabit yoldaşları deyirdi ki, vətən eşqi ilə yanan Ülvi Qubadlıya ürəkdən həvəslə yollanıb. Leytenant Ülvi Bağırov Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı 19 sentyabr 2023-cü il tarixində ağır yaralanıb və 7 ay komada qaldıqdan sonra 2024-cü ilin aprelin 7-sində müalicə olunduğu tibb müəssisəsində vəfat edərək şəhidlik zirvəsinə ucalıb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən, öz xidməti vəzifələrini və hərbi hissəsi qarşısında qoyulan tapşırıqların yerinə yetirərkən fərqlənən silahlı qüvvələrin hərbi qulluqçusu Leytenant Ülvi Bağırov ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, cəsur döyüşçü və vətən uğrunda medalları ilə təltif edilib. Əvvəllər məktəbdə də oxuyanda o tədbirlər keçirilirdi, eləyirdi orada. Yəni oradan qaynaqlanır. Ümumiyyətlə özü hərbi həvəsi çox idi özünün. Sadəcə biz kömək eləyik demişik ki, oxusun. Özü də savadlı uşaq idi. Yəni mən demək olar ki, ona kömək eləməmişəm, özü oxuyub hamısının dərslərini. Balamla mən həmişə fəxr eləmişəm, amma indi lap belə fəxr eləyirəm, qürur duyuram. Çünki 2023-cü ildə olan antiterror əməliyyatında Ülvinin iştirak elədiyi antiterror əməliyyatı Azərbaycanın bütöv suverenliyini qazandırdı. O mənə hər tərəfli həm şərəfdir, həm qürurdur. Elə oğlun olmağı ilə də lap belə qürur duyuram.